Hər vaxtınız xeyir olsun. Kür və Araz 4-cü sinif üçün test bankından riyaziyyat fənnindən müqayisə və sıralama adlı başlığın A variantına baxaq. Test 5 deyə qeyd olunub. Birinci sual ilə vaxt itirmədən başlayaq. Birinci sualda boş xanada hansı müqayisə işarəsi yazılmalıdır? Bu bizdən soruşulur. Deməli, bir ədədimiz, birinci ədədimiz daha doğrusu 24386-dır. Digəri isə 5204-dür. Baxın, ümumiyyətlə burada bu 5 rəqəmli bir ədəddir. Bu isə 4 rəqəmli bir ədəddir. 5 rəqəmli ədəd hər zaman 4 rəqəmli ədəddən böyükdür. Yəni böyük işarəsi yazılmalıdır. Burada bu 2 ilə başlayır, bu 5 ilə başlayır. Belə düşünmürük. Xeyr. Ədədin rəqəmlərinin sayı çoxdursa, çox olan az olandan böyükdür. Daha sonra boş xanaya hansı ədəd yazıla bilər? Baxın, 76382 kiçikdir neçədənsə. Burada 77.000, 78.000 belə cavablar olsa düzgün götürərdik 100%. Baxın, məsələn, burada 75.000 neçəsi var? Bu yanlış cavabdır. Bunların A, C və D variantında hamısı 76.000 ilə başlayır. Ona görə mən bunun bu hissəsini müqayisə eləməliyəm. Baxın, buralarını. Deməli, 382 283-dən böyükdür, 380-dan da böyükdür, amma 482-dən kiçikdir. Deməli, bura ola bilər, D variantı ola bilər. 76482. Baxın, 7, burada başqa rəng ilə göstərim. 7, 7 eynidir, 6, 6 eynidir, 3 artıq 4-dən kiçikdir deyə kiçik götürə bilirəm. Digər 82-ləri də eynidir, ancaq ki, müqayisə eləyən zaman soldan sağa bu istiqamətdə baxırıq. Burada niyə? Bayaqçında məsələn rəqəmlərin sayı fərqli idi, amma burada rəqəmlərin sayı hamısı. Bu da 5 rəqəmlidir, bunlar da hamısı 5 rəqəmlidir variantlardakılardır. Hansı ədəd 42638 ədədindən kiçikdir? Yenə də bu da 5 rəqəmli bir ədəddir. Bunlar da variantlardakılar da 5 rəqəmli ədədlərdir. 42638-dən kiçik olduğuna görə, məsələn 46000, 43000 ondan kiçik olmaz. 42738 də bundan kiçik olmaz. Niyə? Çünki bunun burası 7-dir, bunun burası 6-dır. Axı 7 6-dan kiçik deyil, baş hissələri isə eynidir. 42, 42. 42368. Bəli, 42-lər eyni olsa da, burada 6 3-dən böyükdür. Yəni 3 6-dan kiçikdir, belə deyək. 58067 ədədi hansı ədəddən kiçikdir? 58067. Bu ədədi ilk öncə yazırıq. Hansı ədəddən kiçikdir? Deməli, 58.000 deyirsə, ilk öncə 57.000-lərdən kiçik deyil. 58.067, baxın, 58-lər eynidir. Düzdürmü? İndi bu 67, 607-dən kiçik olar, yoxsa 7-dən? Təbii ki, 607-dən. Hansı ədəd modellə verilmiş ədəddən böyükdür? Deməli, bura 2, bura 3. 0, 3, 2, bu da 5. 230.325. Bu ədəddən böyük axtarırıq. 203.000-dir, 220.000-dir. Bunlar getdi. 230.000 var, 231.000 var. Bu ədəd ilə eynidir məncə A variantındakı. Baxın, eyni şeydir. Ona görə bu D variantında olan ədəd bizə verilən, modellə verilən ədəddən böyükdür. 6-cı suala baxaq. A şəhərinə ən yaxın şəhər hansıdır? Burada məsafələrə baxırıq ki, bu məsafələrdən hansı ən kiçikdir? Deməli, baxın, hamısı 4 rəqəmli ədədlərdir. Bunun ilk rəqəminə görə müqayisə aparsaq, bu 5-dir, bu 2-dir, bu 9-dur, bu 4-dür. Ən kiçiyi də budur. Ona görə ən yaxın şəhər də olur elə Y şəhəri, yəni D variantında yazılıb budur. Hansı ədədlər azalan sıra ilə verilib? Ədədlərin hamısı 5 rəqəmli ədədlərdir. Məsələn, azalan sıra burada 1 ilə başlayır, burada 2 ilə başlayır. Bu azalan sıra deyil. Burada 1 ilə başlayır, sonra 3-ə keçir. Bu da azalan sıra deyil. Azalan sıra odur ki, çoxdan aza doğru gəlsin. 3 ilə başlayır, 2 ilə başlayır, 1 ilə başlayır, 3 ilə başlayır, 1 ilə başlayır, 2 ilə başlayır. Təbii ki də C variantı olasın. Düzdürmü? Hələ ki, ədədlərin başına görə biz bunu tapa bildik. Tapa bilməsək, ədədin ikinci rəqəminə, üçüncü rəqəminə, ümumi rəqəmlərinə də baxa bilərik. Cədvələ əsasən hansı şəhərin əhalisi daha çoxdur? Yenə də 5 rəqəmli saylar verilib bizə. Ən çoxu, baxın, yenə bu 3 ilə başlayır, bu 7 ilə, bu 9 ilə. Ən çoxu 9 ilə başlayan Kəlbəcər şəhəri olacaqdır. Burada
ədədin rəqəmlərin sayı eyni olan zaman ilk rəqəmindən biz tapa bilərik. İlk rəqəmləri də eyni olsa ikinci rəqəminə baxırıq. Burada ikinci rəqəmə baxmağa ehtiyac yoxdur, çünki ilk rəqəmləri müxtəlifdir. A-nın yerinə hansı ədəd yazıla bilər? Deməli, bu ilk öncə buranı cəmləmək lazımdır. 54.300-ün üstünə 1000 gələndə olur 55.300. A böyükdür 55.300-dən. Bu elə 55.300-ün özüdür. Bu 53.000-dir, 55.000-dən böyükdür. Baxın, bunun da burası 55-dir, bunun da burası 55-dir. İndi 55.430 bundan daha böyük olar, yoxsa 55.043? Təbii ki də, baxın, 55-dən sonra burada 3 gəlir, üçüncü rəqəm. Burada 4 gəlir, üçüncü rəqəm. Burada 0 gəlir, üçüncü rəqəm. İndi hansı böyükdür? Təbii ki də C variantındakı 4 3-dən böyükdür, düzdür? Burada olması gərəkən belə C variantıdır. Daha sonra hansı ədədlər artan sıra ilə verilib? Yenə də 5 rəqəmli ədədlərdir. Artan sıra azdan çoxa doğru gedir. İlk rəqəmi 4-dür, ilk rəqəmi 2-dir. Azaldı. İlk rəqəmi 4-dür, 6-dır, 6-dır. Baxarıq buna, ola bilər. 7, 6, 5. Burada azalan sıradır. 5, 3, 4. Burada ümumiyyətlə nə azalan deyil. Baxın, ilk rəqəmlərinə görə baxıram mən artıq. Burada nə azalan deyil, nə artan deyil. Gah azalıb, gah artdığına görə elə yəqin ki, bu variantı olar. Deməli, 46.735, 64.300, 68.214. Bəli, bu tamamilə artan sıra ilə verilibdir. Hansı müqayisə doğrudur? Baxaq. 73.064, 73.604. Deməli, birinci rəqəmləri eynidir, ikinci rəqəmləri eynidir, üçüncü rəqəmləri müxtəlifdir. 0 6-dan böyükdürmü? Xeyr, bu yanlışdır. Birinci B variantında birinci rəqəmlər 8-dir, eynidir, ikinci rəqəmlər 6-dır, eynidir, üçüncü rəqəmi 1-dir, 5-dir. 1 5-dən böyükdürmü? Xeyr. 41.532 bərabərdir 41.523. Bərabərdə şərt odur ki, bütün rəqəmləri bir-birinə eyni olsun. Eyni. Baxın, burada 532 var, burada 523 var. Bunlar eyni deyil. Bu da yanlışdır. Yəqin ki, onda qalır D variantı. Baxaq. 6, 6. İlk rəqəmləri eynidir. 3, 0. İlk rəqəmləri 3 0-dan böyükdürmü? Bəli, böyükdür. Elə D variantı düzgün cavabdır. 12-ci suala baxaq. Deyir ki, verilmiş ədədlərin artan sıra ilə düzülüşünü seçin. Artan sıra azdan çoxadır, düzdürmü? Baxıram. Yəqin ki, birinci 3 ilə başlayan olar, daha sonra 4 ilə başlayan, daha sonra 5 ilə başlayan. Belə başlayanlara görə. 3 ilə başlayan, 4 ilə başlayan, 5 ilə başlayan elə deyəsən A variantıdır. 13-cü sual. 4328 ədədindən kiçik ədəd hansı ədəd oxunda təsvir edilib? Deməli, 4328. Deməli, baxın, B variantı ümumiyyətlə yanlışdır. Çünki burada 8400 var. Yəni 4300 olması üçün. 4328, 4300. 4300 aralığına düşən elə C variantı olur da. Baxın, çünki burada 4200-dür, burada da 4200-dür. Yəni, bu aralıqda 4328 ola bilməz axı. Burada da 4800-dür, 4800-dür. 4300-ü biz hara qoyasıyıq? Düzdürmü? Yəni, 4328 olması üçün yəni 800-lərin arasında 300 yerləşmir. Belə deyim sizə. Ona görə də 4320 ola bilər. Baxın, burada necə olur? 4320, 4321, 4322, 23, 24, 25, 26, 27, 28. Elə bu nöqtə olur. 4328. Dənə-dənə saysaq. 14-cü sual. Doğru müqayisəni göstərin. Burada deməli bunu hesablamalıyıq. Deməli sonlarını toplasam 3 ilə 0 3, 4 ilə 0 4, 8 ilə 2 0 11 yadda, 6 ilə 1 7 1 də yadda 8, 2 ilə 1 də 3. 38043. İkisi də 5 rəqəmli ədəddir. İlk rəqəmi 2-dir, ilk rəqəmi 3-dür. 2 3-dən böyükdür. Xeyr, deməli bu yanlışdır. Keçdim B variantına. 10.000. 46.025-in üstünə 10.000 gələndə 56.025 eləyir. 56.025. Böyükdürmü 46.205-dən? Bəli. Çünki ilk rəqəmi 5-dir, ilk rəqəmi 4-dür. Biz bu ilk rəqəm olanları rəqəmləri sayı eyni olan ədədlərdə eləyirik. Bunu da unutmayaq. Çünki
rəqəmlərin sayı fərqli olanda, rəqəmlərin sayı böyük olan, çox olan daha böyük bir ədəd olur. Burada baxaq. Bu təbii ki də yanlışdır. Çünki 48.000-in üstünə neçəsə gələndə 38.000-ə bərabər heç vaxt ola bilməz. D variantında da burada bunu toplasam 16.267 olur. 16.227 də 16.267-dən böyükdürmü? Baxıram. İlk rəqəmləri eynidir. Çünki ikisi də 5 rəqəmlidir. İkinci rəqəmləri eynidir, 6-dır. Üçüncü rəqəmləri 2-dir, eynidir. Dördüncü rəqəmi burada 2-dir, burada 6-dır. 2 6-dan böyükdürmü? Xeyr. Bu da səhvdir. Olur B variantı. 15-ci sualda deyir ki, doğru fikri seçin. Azalan sırada birinci kiçik ədəd yazılır. Azalan sırada xeyr. Birinci böyük ədəd yazılır. Çünki azalması üçün birinci böyük olmalıdır, sonra azala-azala getməlidir. Bu yanlış. Kiçikdən böyüyə düzülüş artan sıradır. Tamamilə doğrudur. Bəli. Artan nə deməkdir? Artmaq. Yəni azdan çoxa doğru. Böyükdən kiçiyə düzülüş artan sıradır. Xeyr, bu azalan sıradır. Artan sırada birinci böyük ədəd yazılır. Təbii ki də xeyr. Artan sıra olması üçün birinci kiçik ədəd yazılmalıdır, sonra yavaş-yavaş böyüyə-böyüyə getməlidir ədədlər. Burada da doğru cavabımız oldu B variantı. Deməli, test 5-in izahı bitdi. İzahımız bu qədər idi. Əgər bu izah sizlərdən ötürü faydalı oldusa, kanala abunə olmağı, videonu bəyənməyi unutmayın ki, mən də digər videolar çəkmək üçün həvəsləneyim. Digər videomuz isə həmin bu mövzunun B variantı olacaq. İnşallah ki, bu izahda görüşərik. Sağ olun, salamat qalın.